Salam əziz abituriyentlər, bugün Azərbaycan çayları mövzusundan iki regionu, Qobustan Abşeron çayları və Talş dağlarının çaylarını izah edəcəyik. Qobustan Abşeronun çaylarına Sumqayıt çay, Ceyran keçməz, Pirsad çayı və Stal çayı aiddir. Bu çayların hər biri orta dağlıq ərazidən başlayır və Xəzər dənizinə tökülür. Orta dağlıq ərazidən başladıqlarına görə bu çaylar əsasən yağış suları ilə qidalanırlar və az sulu çaylar hesab olunurlar. Hətta bəzən öz sularını Xəzər dənizinə çatdıra bilmirlər. Eyni zamanda qeyd etmək istəyirəm ki, Qobustan Abşeronun çayları arid-inundasiyon reyli formalarına malik ərazidən keçdiyinə görə palçıqlı selli çaylar da adlandırılırlar. Bu çaylardan Pirsad çayının üzərində Hacıqabul rayonu ərazisində Pirsad çay su anbarı yaradılmışdır. Lənkəran regionunun çaylarına isə Bolqar çay, Viləş çay, Lənkəran çay, Təngərüd çay və Astara çay aiddir. Bu çaylardan Bolqar çay və Astara çay İranlı sərhədlərimiz boyu axır və sərhəd çayları hesab olunurlar. Bu çayların hər biri Talş dağlarından orta dağlıq ərazidən başlayır və Xəzər dənizinə tökülür. Bolqar çay istisna olmaqla. Çünki Bolqar çay Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala bataqlığına tökülür. Eyni zamanda qeyd etmək istəyirəm ki, Lənkəranın çayları yağış və yeraltı sularla qidalanır və ilin soyuq dövründə bol sulu olurlar. Lənkəran regionunun çayları haqqında verəcəyimiz məlumatlar bu qədərdir. Çox sağ olun dinlədiyiniz üçün.